qızımın nitqində heç bir problem yoxdur. Amma müəllim deyir ki, məktəbdə danışmır. Mən etiraz edirəm ki, mənim uşağımda heç bir problem yoxdur. Yox, əslində bu bir problemdir. Bu selektiv mutizmdir. Selektiv mutizm nədir, əziz valideynlər? Seçici danışmazlıq deyirik. Bu uşağın nitqində heç bir problem olmamasına rağmen uşağın seçici olaraq müxtəlif məkanlarda, hansı ki təşvişini artıran məkanlarda, bu məktəb ola bilər, tanımadığı insanlarla ünsiyyətdə ola bilər, danışmamasıdır. Və bu sadəcə akademik olaraq uşağı geri salmır. Eyni zamanda uşaq ünsiyyət qurmasında problem olduğu üçün yaşıdları ilə də ünsiyyət qura bilmir, hər hansı bir oyunlara qatıla bilmir və həmin yoldaşları tərəfindən, uşaqlar tərəfindən də dışlandığı üçün depressiya ilə özünü göstərə bilir. Selektiv mutizm müalicəyə çətin tabe olan bir xəstəlikdir. Ona görə də biz burada müalicəsində həm terapiya, həm də dərman müalicəsindən istifadə edirik. Əgər sizin uşağınız da belədirsə, o zaman psixiatra müraciət edin.